Biz hardan bilək ki, Allaha iman gətirən, inanan bizlər, imanımız kamildir. Yay fəslidir indi. Görürsən ki, gedirsən, meyvəcət alırsan. Amma əgər o kaldırsa, değməyibsə, ağız büzüşdürürsə, dadı tərxdirsə, o meyvəni yemək də olmur. İndi bir insan hardan bilsin ki, onun müsəlmançılığı tərxdir. Hardan bilsin ki, onun imanı yetişməyib və o möminlikdə kaldı. Bunu bilməsi üçün bir ölçü vahidi buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Buyurur ki, hər şeyin bir həqiqəti vardır. İmanın da bir həqiqəti vardır. Əgər bir bəndə başına gələn bir şeyin mütləq gələcəyinə iman gətiribsə ki, bu mənim başıma bu hadisə gəlibsə, ölüm olub, itim olub, nəsə bir çətinliklərə düşüb, əgər etiqadında bu qüvvətli inanırsa ki, bu gəlməlidir, gəldi, bunun qarşısını almaq mümkün deyil. Bu Allah Taala'nın mənim üçün bir imtihanıdır. Bu onun imanının kamilliyindən xəbər verir. Və yaxud da ki, bir hadisənin də olmadığını, olmamalı bir hadisənin olmayacağına iman gətiribsə, etiqadı bu məsələdə qüvvətlidirsə, yenə də onun imanı kamildir. Yəni, o bir məsələ, sən istəyirsən, plan qurursan, pul xərcləyirsən, vaxtını sərf edirsən, gedirsən, adam görürsən, usta danışırsan, həkim danışırsan, nəsə bir adam danışırsan, amma məsələ alınmırsa, asi olmaq, qalxıb çaxmaq, məsələdə ümidsizliyə düşmək, fələkə sökmək, zamaniyə sökmək, dövlətlə qarpışmaq, bunun kimi hallara bir adam düşürsə, demək ki, o adamın imanı nöqsandır. O şey ki, Allah Teala sənin bəxtivə yazıb, o şey ki, oldu, olmamağı mümkün deyil idi. Milyard il bundan qabaq qədər yazılıb, üstünə qılınc da asılıb, məsələ bitdi. Bunun üçün mələklər də təyin olunub, vaxt da təyin olunub, yer də təyin olunub. O məsələdə gəldi, vaxtına çatdı, yerinə çatdı, məsələ oldu. Yox, əgər bir məsələ varsa ki, sən istəyirsən, amma o məsələ hasilə gəlmir, çalışırsan, vuruşursan, sən bilməlisən ki, əgər imanın kamilsə, bu sənin qədər qismətində yoxdur. Bunun üçün sən təşəbbüs elə, amma inad etmə, bu məsələdə ümidsizliyə düşmə, bu məsələdə qədərdən küsmə, bu hətta intihara qədər aparıb çıxardır. Demək ki, imanı bu adamı ya yoxdur, ya da ki, çox nöqsandır. İmanı kamil olan adam bu iki məsələdə orta yolu, hədd-i vəsət yolunu tutur və Allah-u Teala'ya etiqadında təvəkküllə yaşamış olur.